Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə növbəti aydan pensiya ala bilməyəcək vətəndaşlar haqqında ətraflı şəkildə məlumat verəcəyik. Pensiyalarla bağlı bəzi qaydalarda dəyişiklik olunacaq. Növbəti aydan hansı vətəndaşlar pensiya ala bilməyəcək, ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Növbəti aydan etibarən bir çox vətəndaşlar pensiya ala bilməyəcək, xüsusilə də pensiya almağa hazırlaşan, pensiya yaşına çatmış və əmək pensiyası almaq üçün hazırlaşan vətəndaşlarımız üçün bu video daha vacibdir. Qeyd edək ki, Azərbaycanda bilirsiniz ki, əmək pensiyası almaq üçün müəyyən şərtlər var ki, həmin şərtləri qarşıladıqda əmək pensiyası ala bilirsiniz. Pensiya yaşına çatdıqda Azərbaycan Respublikası vətəndaşından 2 şərt yerinə yetirməsi tələb olunur. Bu 2 şərtdən birincisi 25 il staja malik olmasıdır. Yəni Azərbaycanda siz hər hansı qurumlarda, dövlət qurumu və ya özəl qurum fərq etmir, işləmisinizsə və 25 il staja maliksinizsə əmək pensiyası ala bilərsiniz. Digər bir şərt isə 40 min manatdan çox pensiya kapitalı toplamağınızdır. Yəni işlədiyiniz dövrlər ərzində dövlət büdcəsinə 40 min manatdan çox köçürmə etmiş olmağınızdır. Bu iki şərtdən birini qarşıladığınızda siz əmək pensiyası ala bilirsiniz. Hər iki şərti qarşıladıqda isə əmək pensiyanızın məbləği daha yüksək olur. Pensiya kapitalı 5,6% miqdarında artırılacaq. Hazırda Azərbaycanda əmək pensiyaları üçün tələb olunan pensiya kapitalı 42 min manat təşkil edir. Yəni siz 42 min manatdan yüksək pensiya kapitalı toplamısınızsa, əmək pensiyanızda normal qaydada yüksək rəqəm olacaq. Əgər 42 min manatdan az pensiya kapitalı varsa, təbii ki, siz əmək pensiyasını deyil, minimum əmək pensiyasını alacaqsınız ki, minimum əmək pensiyası da hazırda Azərbaycanda 320 manat təşkil edir. Qeyd edim ki, bu 320 manat əmək pensiyası da növbəti aylarda artırıla bilər. Xüsusilə də iyul ayında bəzi müavinətlərin artımı zamanı 320 manat minimum əmək pensiyası da artırıla bilər. 42 min manat pensiya kapitalı isə 5,6% miqdarında artır ki, bu da ortalama 2352 manat artım deməkdir. Və 42 min manat pensiya kapitalı ilə topladığımızda ortalama pensiya kapitalı 44 min manatdan çox olmalıdır. Yəni hazırda Azərbaycanda pensiya yaşına çatmış və əmək pensiyası almağa hazırlaşan vətəndaşlarımız işlədiyi dövrlər ərzində dövlət büdcəsinə 44 min manatdan çox köçürmə etməlidir ki, yəni pensiya kapitalı toplamalıdır ki, Azərbaycanda normal qaydada, normal məbləğdə əmək pensiyası ala bilsin. 44 min manatdan az pensiya kapitalı topladıqda isə Azərbaycanda yalnız minimum əmək pensiyası almaq olar. Bu da 320 manat təşkil edir. Bundan əlavə pensiyalarla bağlı bir sıra qayda dəyişiklikləri var. Birinci qayda dəyişikliyi isə Azərbaycanda pensiyaların tarixi ilə bağlıdır. Növbəti aydan etibarən bölgələr və Bakı şəhəri üzrə verilən pensiya tarixlərində eyniləşdirmə olacaq. Yəni Bakıda və Sumqayıt şəhərində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiya ödənişləri daha tez verilir. Ayın əvvəli, ayın ortaları və sonu isə bölgələr üzrə əmək pensiyaları və digər müavinətlər ödənilir. Bu tarixlərdə dəyişiklik olacaq hörmətli izləyicilər. Ayın əvvəli eyni tarixdə həm Bakı şəhəri üçün, həm də digər bölgələr üçün, rayonlar üçün pensiya ödənişləri, müavinət ödənişləri eyni tarixlərdə həyata keçirilməsi nəzərdə tutulur. Pensiyalarla bağlı digər bir qayda da dəyişə bilər. Pensiya kapitalından daha tez istifadə edə bilməklə bağlı yeni qanun layihəsi hazırlanır. Azərbaycanda bilirsiniz ki, vətəndaşlar yalnız pensiya yaşına çatdıqda pensiya kapitalından istifadə edə bilər və bu pensiya kapitalını yalnız pensiya formasında vətəndaşlara verilir, pensiya formasında ala bilərlər. Ancaq yeni qanun layihəsi ilə Azərbaycanda artıq əmək pensiyası almaq üçün pensiya yaşına çatmayan vətəndaşlar pensiya yaşına çatmazdan əvvəl də ehtiyac yarandıqda pensiya kapitalının müəyyən bir hissəsini dövlətdən ala biləcəklər. Bu rəqəm isə 30% miqdarındadır. Məsələn, Azərbaycanda hazırda 44 min manat pensiya kapitalı olduğunu nəzərə alsaq, bu rəqəmin 30%-i dövlət tərəfindən sizə ödənilə bilər. Məsələn, 13.200 manat miqdarında siz pensiya yaşına çatmadan dövlətdən həmin bu rəqəmi ala bilərsiniz. Əks halda siz onsuz da pensiya yaşına çatdığınız zaman dövlət sizə həmin o pensiya kapitalını pensiya formasında verir. Əgər bu qanun layihəsi qəbul olunarsa, növbəti aydan siz pensiya kapitalının bir hissəsini, əgər həyati bir məsələ yaranarsa, pensiya kapitalınızın bir hissəsini, təbii ki, topladığınız pensiya kapitalı isə 30 min manatdan çox olmalıdır. Bunu da qeyd edim. 30 min manatdan siz çox pensiya kapitalı toplamalısınız ki, sizə əgər 40 min, 50 min pensiya kapitalınız varsa, onun bir hissəsini verə bilsinlər. Əgər az pensiya kapitalı toplamısınızsa, onun bir hissəsini sizə vermək mümkün olmayacaq. Ən azı 30 min manatdan çox pensiya kapitalı toplamış olmalısınız ki, bunun bir hissəsini pensiya yaşına çatmadan da siz dövlət tərəfindən geri ala biləsiniz.
Məsələn, siz 60 yaşındasınız və pensiya yaşınıza hələ ki 5 il var və hər hansı bir həyati məsələ ilə bağlı, hər hansı bir həyat hadisəsi və ya sağlamlıqla bağlı bir probleminiz var, əməliyyat olmalısınız və müəyyən dərəcədə vəsaitə ehtiyacınız var. Əgər yeni qanun layihəsi qüvvəyə minərsə, qəbul olunarsa, o zaman siz dövlətdən pensiya kapitalınızın 30%-ni, yəni tutaq ki 44 min manatın 13 min manatını siz dövlətdən öz ehtiyacınız üçün ala bilərsiniz. Yerdə qalan pensiya kapitalını isə siz pensiya yaşına çatdığınız zaman dövlət tərəfindən hesablanacaq və ona uyğun pensiya rəqəmi müəyyənləşdiriləcək və bu rəqəm sizə pensiya olaraq ödəniləcək. Qeyd edim ki, əgər siz 60 yaşından 65 yaşına qədər də son 5 il ərzində əmək fəaliyyəti göstərmiş olsanız, tutaq ki, sizə 13 min manat dövlət büdcəsindən geri ödəmə edildi, pensiya kapitalının bir hissəsini aldınız və aldıqdan sonra da işləməyə davam edirsinizsə, pensiya yaşına qədər də işləməyə davam edirsinizsə, təbii ki, pensiya kapitalı yenə artmış sayılır və ona uyğun yenə sizə pensiya yaşına çatdığınız zaman hesablama ediləcək və düşən rəqəm sizə pensiya olaraq təyin olunacaq, hörmətli izləyicilər. Bunu da qeyd etmək istədim. Pensiyalarla bağlı bəzi yeni qaydalar da olacaq. Təbii ki, bunları sizlərlə növbəti videolarda paylaşacağıq. İyul ayından etibarən isə bir sıra sosial müavinət və pensiyalarda artımlar olması gözlənilir. Bununla bağlı da rəsmi qərar çıxdıqda sizlərə ətraflı şəkildə məlumat verəcəyik. Bu videomuz isə yekunlaşır. Növbəti videoda görüşmək ümidi ilə